Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə prezidentin aylıq təqaüdü təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni sərəncamlarla Azərbaycanın milli qəhrəmanı adı verilmiş Teymurov Pəncəli Nurməmmədoğlunun və Qurbanov Vaqif Bəxtiyaroğlunun ailə üzvlərinə prezidentin aylıq təqaüdü təyin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Hər iki şəhid qəhrəmanlarımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Yəni, ailə üzvlərinin müraciətinə ehtiyac olmayıb. Təbii ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü edib. Prezidentin aylıq təqaüdü 2000 manat milli qəhrəmanlarımızın özlərinə şəhidlik zirvəsinə ucalmış milli qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir. Prezidentin aylıq təqaüdü ailə üzvlərinə təbii ki, artıq təyin olunubdur, onlara ödənilib artıq.